Bugün əvvəldən yadımızdan çıxdı və bu gördüyünüz məlhəm arı südü kremidir. Üzdə olan qırışları götürür, dərini gözəlləşdirir, ləkələri aradan qaldırır, civzələri təmizləyir, xüsusilə də gənclik civzələrinin səpkilərinə çox gözəl effekt verir. Başqa bir məlhəmimiz baş ağrısı, migren üçündür. Onu alın nahiyəsinə, boyun nahiyəsinə ağrı olanda çəkirsən, çox gözəl effekt verir və təbii ki, bu da dediyim kimi artıq insanlarımıza tanışdır və baş ağrısından insanları azad edir. Digər bir məlhəmimiz məcundur. Məcunumuz da qaraciyər təmizləyir və eyni zamanda qanın faizini artırır, prostat vəzinin fəaliyyətini gücləndirir, cinsi gücü artırır, immuniteti qaldırır. Başqa bir məlhəmimiz burada bədəndə üzdə, dəridə olan yaraları, səpkiləri sağaldır, üz dərisini və bədəndə olan çapıqları aradan qaldırmaqla dərini gözəlləşdirir. Başqa bir məlhəmimiz bizim oynaq ağrıları üçündür. Oynaq ağrılarında çox gözəl effekt verir. Tərkibində arı zəhəri var və o da həm artrit, artroz, ondan sonra osteoxondroz, yırtıq və sinir sıxılmalarında da çox gözəl nəticəsi var. Xüsusilə revmatizmdə gözəl effekt verir. Başqa bir məlhəmimiz də damar xəstəlikləri üçündür. O da varikoz damar xəstəliklərində ağrını götürür, qızartını götürür, xüsusilə də tromba meyilliyi aradan qaldırır. Və bu baxımdan da qısaca məlumat verdim məlhəmlərimiz haqqında.